karşınızda İran İslam Respublikası'ndan olan dövüşçü Hamid Amni 67 kilogramda kıvayet içinde olan dövüşçü boyu 1 metr 85 santimetre. Yaşı 22, çeki derecesi 67 kilogram. 7 kat Azerbaycan çempionu. Vago Avrupa çempionu. Dünya yarışının bürüz medalçısı. Xanlar ve cənablar, karşınızda Azerbaycan'dan olan dövüşçü Ruslan Musayev. Rəqibindən hündürdür. Boyu 185 santimetre Ruslan Musayevin həm də gəncdir. 7 qat Azərbaycan çempionudur. Vago Avropa çempionudur Ruslan Musayev və artıq ilk qarşılaşmanın startı yetişir. 67 kilogram çəki dərəcəsində K1 versiyası üzrə ilk döyüş başlayır. Əziz tamaşaçılar. Belə ilə start verilir mübarizəyə. Döyüşə start verilir. Görək ilk cəhdi kim edəcək? İran idmançısı daha təcrübəlidir. Ruslan Musayevdən. Hələ ki. Risk etmirlər onlar. Low kick zərbələrə üstünlüyü verir. Hamid Amni. Musayev rəqibi ringin küncünə doğru sıxışdırmağa çalışır. İşte verin, daha çox ayaq zərbələrinə üstünlüyü verir Hamid Amni. Yəqin ki, ayaqla daha yaxşı mübarizə aparmaq qabiliyyəti var. Ancaq Musayevin boyunun hündür olması və birbaşa rəqibin başına zərbə endirmək bacarığı bu döyüşdə onun köməyinə çata bilər. Düzdür, rəqib çox təcrübəlidir, ancaq bax belə zərbələr Ruslan Musayev üçün ciddi üstünlük təşkil edə bilər. Yumruq zərbələri, eyni zamanda low kick, high kick zərbələr Ruslan Musayevdən birinci raundda artıq vaxtın yarısı başa çatmaq üzrədir. Yenə Musayev effektli high kicklə yadda qalır, ən çox bu zərbələrə üstünlük verir Ruslan Musayev. Rəqib isə low kicklər üzərində daha çox gücünü nümayiş etdirməyə çalışır. Ayaq hərəkətləri yaxşı alındı Musayevdə, rəqibinin ikincə sıxışdıraraq zərbələr endirir və hesab açıla bilərdi hətta Ruslan Musayev üçün, lakin alınmadı. Amma effektli, tutarlı zərbə indirə bilmişdi Ruslan Musayev. Yenə rəqibi ikincə sıxışdırdı. Birinci raund uzaq döyüş. Rəqibin boy baxımdan Ruslandan geri qalması Hamid Amni'nin işini xeyli çətinləşdirir. Zərbələri də fikir versinsə, low kicklər demək olar ki, istənilən kimi alınmır Ruslan Musayevdə. Daha bir effektli zərbənin şahidi olduq. Həkim nəzarətinə ehtiyac varmı? Hələ ki, hər şey qaydasındadır. Mübarizə davam edir birinci raundda. Hamid Amni yenə zərbəni buraxır. Low kick Ruslan Musayevdən. Bax, belə zərbələr effektli də, ancaq düzdür. Rəqibi çətin vəziyyətə salmadı. Sadəcə İran idmançısı müvazinətini itirərək yerə yıxıldı. Belə ilə birinci raund başa çatır. Musayevin aktivliyi, üstünlüyü həqiqətən də diqqəti cəlb edir. O daha yaxşı keçirir. Döyüşü startdan etibarən diqqəti daha çox cəlb edən məhz Azərbaycanlı 22 yaşlı K1 döyüşçüsü Ruslan Musayevdir.
İkinci round, round 2. İkinci raundda yenə Ruslan Musayevin o effektli zərbələrinə görə həm yumruq, həm də high kicklərə görə Hamid Amni deyəsən döyüşü davam etdirə bilməyəcək. Bax belə, çox effektli zərbələr, qüvvətli zərbələr Ruslan Musayevdən. Nəticədə 67 kiloqram çəki dərəcəsində bax belə, çətin vəziyyətə düşmüşdü İran idmançısı. Mübarizə isə davam edir. Yeni effektli zərbə izlədik. Düz zərbələrə üstünlük verir. Hamid Amni də üstünlüyü ələ keçirməyə çalışır düzdür, ancaq xüsusilə low kickləri demək olar ki, alınmır. Yenə Musayev yumruq zərbələrinə üstünlük verir və yumruqlar çox yaxşı işləyir həqiqətən də. Ruslan Musayevin zərbələrinin qarşısında çətin ki, tab gətirsin İran idmançısı. Dönmək təbii ki, olmaz. Yerində fırlanmaq, rəqibin zərbələrinin yayınmaq, qaydaları pozmaq deməkdir. İndi Hamid Amni Ruslan Musayevi ringin küncünə doğru sıxışdıra bilmişdi, ancaq bu vəziyyəti aradan qaldırdı Azərbaycan idmançısı. İkinci raundda təxminən son 1 dəqiqə yenə Ruslan Musayev rəqibi küncə sıxışdırdı, yumruq zərbələrindən istifadə etdi və oradan belə desək, klinç vəziyyətindən istifadə edərək çıxa bilir. İran boksçusu fikir verin, artıq o tamamilə gücünü itirib və bu cür mübarizəni davam etdirməyə çalışır Hamid Amni. Ayaq zərbələri yumruğa keçir Ruslan Musayev. Yenə yaxşı qaçır zərbədən, yaxşı yayınır. Artıq ikinci raundda yavaş-yavaş yekunlaşmaq üzrədir. Belə ilə yekunlaşır ikinci raund. İkinci raunddan maraqlı fragmentlər sizə təqdim olundu.
Üçüncü raund başlamaq üzrədir. Üçüncü round, round 3. Belə ilə üçüncü raunda start verilir. Üçüncü raund başlayır. Görək, Hamid Amni üçüncü raundda nə cür mübarizə aparacaq. İlk iki raunda həqiqətən də Ruslan Musayevin aktivinə yazmaq lazımdır. İdmançımız rəqibindən birbaş üstün döyüş nümayiş elətdirib, ancaq üçüncü raund həm boksda, həm kickboksda, yəni bu idman növlərində üçüncü raund olduqca vacibdir, olduqca önəmlidir. Çünki üçüncü raundda artıq idmançıların gücü tükənir və bu raundda üstün mübarizə aparan bəzən görüşün taliyini dəyişir. Ancaq hələ ki bu ümid işığını vermir nədənsə Hamid Amni. Musayev yenə də üstünlüyü yenidən ələ keçirməyə çalışır. Rəqibi küncə sıxışdırıb, ayaq yox, məhz yumruq zərbələrinə üstünlüyü verir. Özdə əksər zərbələri dəqiq alınır. İndi Hamid Amninin də çəpəki zərbəsi dəqiq alındı. Fikir verin, daha iki effektli zərbə qeydə alınır İran idmançısından. Ayaqdan istifadə etmək istəmir Ruslan Musayev. Rəqibin boşluğunu sanki yumruqlarda bu müdafiə xəttində görüb, buna görə də o yumruqlarından istifadə edir. Düzdür, birinci raundda haikiklər izləyirdik Ruslan Musayevdən, ancaq ikinci və üçüncü raundlarda o yumruqlara daha çox üstünlük verməyə başladı. Hamid Amniyə fikir verir. Üçüncü raundda artıq üstünlüyə yiyələnməyə çalışır. Bəli, o qeyd etdiyim məqam, üçüncü raund bəzən döyüşlərdə həll edici olur və İran idmançısı bu amildən istifadə edib qalib gəlməyə fikrindədir. Effektli zərbə. Ruslan Musayev çox yaxşı icra etdi bu hərəkəti. Yenə blokla zərbənin qarşısını kəsir Musayev. Daha bir low kick Hamid Amni'dən. Artıq qarşılaşmanın sonuna elə də çox vaxt qalmayıb. Təxminən 20 saniyə. Ayaq zərbələri tutarlı alınmadı. Artıq son saniyələr qarına işləyir və döyüş də yekunlaşır. Bəli, qarşılaşma başa çatdı. Belə ilə artıq hakimlərin yekun qərar anı yetişir. Hörmətli xanımlar və cənablar, 67 kilogram K1 versiyasında izlədiyiniz döyüşdə hakimlərin yetkin qərarı ilə rəqib üzərində qələbə qazanır. Azərbaycandan olan döyüşçü Ruslan Musayev. Ladies and gentlemen, para unanimous decision on the charge, the winner of the fight Galip gələn məhz from Azerbaijan, representing Ruslan
Musayev. İlk döyüşdən qalib ayrılan Ruslan Musayev oldu. Daha yaxşı keçirdi döyüşü, daha üstün mübarizə apardı. Təkrar görüntülər sizə təqdim olunur. Ruslan Musayev bugün açıq-aşkar rəqibindən üstün mübarizə apardı və xüsusi kubok təqdim olunacaq 67 kiloqramda K1 versiyasındakı bu qələbəyə görə. Ruslan Musayevə. Hörmətli xanımlar və cənablar, izlədiyiniz döyüşdə qalibi mükafatlandırmaq üçün ringə dəvət olunur. Azərbaycan Kickboks Federasiyasının prezidenti, millət vəkili cənab Adil Əliyev. Bəli, Azərbaycan Kickboks Federasiyasının prezidenti, millət vəkili cənab Adil Əliyev ringə dəvət olunur və ilk o döyüşün qalibi 67 kiloqramda K1 versiyası üzrə milli komandamızı təmsil edən 22 yaşlı gənc idmançımız Ruslan Musayev kubokla təltif olunur. Bir gədigər şəkil çəkirik. Gürültülü alqışlarınız. Alkışlarımız məzringdə Hakim Hacıyev da bizlərlə birlikdə bu akşam